Təsəvvür edin, Atlantik okeanının ortasında balaca bir ada, Madeira. 1985-ci ilin fevral ayı. Maddi çətinliklər içində boğulan bir ailənin dördüncü və istənilməyən övladı dünyaya göz açır. Anası Dolores yoxsulluq ucbatından bu körpəni dünyaya gətirməkdən az qala vaz keçəcəkdi. Lakin Talib fərqli bir ssenari yazmışdı. Bugün həmin o istənilməyən körpə dünya futbolunun ən böyük ikonası, milyonların kumiri Cristiano Ronaldo'dur. Amma sual budur, kasıb bir məhəllədən deşik ayaqqabılarla küçədə top qovan o uşaq necə oldu ki 5 qızıl topun və milyardlarla dolların sahibi olan bir qol maşınına çevrildi? Bu, sadəcə bir idmançının deyil, insan iradəsinin imkansızı necə fəth etdiyinin hekayəsidir. Hazırsınızsa futbolun kralının sirli yolculuğuna başlayırıq. Ronaldo'nun uşaqlığı heç də rəngli değildi. Atası bağban idi və ağır içki asılılığından əziyyət çəkirdi. Anası isə başqalarının evində aşpazlıq edərək ailəni ayaqda tutmağa çalışırdı. 12 yaşında olanda Cristiano həyatının ən ağır qərarını verdi. Ailəsini göz yaşları içində tərk edib tək başına paytaxt Lissabona Sporting Akademiyasına yollandı. O, hər gecə ailə həsrəti ilə ağlayırdı, amma hər sabah hamıdan tez məşq meydançasına çıxırdı. 15 yaşında ona ürək döyüntüsü diaqnozu qoyuldu, həkimlər futbolu buraxmalı olduğunu dedilər. Lakin o qorxmadı, riskli bir əməliyyat keçirdi və sanki ürəyinə yeni bir motor quraşdırıldı. 2003-cü ildə bir yoldaşlıq oyunu hər şeyi dəyişdi. 18 yaşlı bu gənc Manchester United'in müdafiəçilərini elə bir vəziyyətə saldı ki, Sir Alex Ferguson onu transfer etmədən stadionu tərk etmədi. İngiltərədə o, sadəcə istedadlı bir oyuncu deyil, hər kəsdən çox çalışan bir işçiyə çevrildi. İlk qızıl topunu orada qazandı, amma bu hələ başlanğıc idi. 2009-cu ildə Real Madrid'e keçərək dünya futbolunda yeni bir era başlatdı. 9 il ərzində 450 gol, 4 Çempionlar Liqası kuboku və Lionel Messi ilə olan o tarixi rəqabət. Ronaldo sübut etdi ki, əgər zirvədə qalmaq istəyirsənsə, istedadın yetməz, hər gün özünü yenidən yaratmalısan. Bugün Ronaldo 40 yaşına yaxınlaşsa da, hələ də meydanlarda fırtına kimi əsir. Onun uğurunun sirri bəlkə də bu bəladan itirmişdi. O, bədəninə döymə etdirmir, çünki mütəmadi olaraq qan donorudur. Ronaldo'nun hekayəsi bizə bir şey öyrədir. Hardan başlamağınızın, ailənizin nə qədər kasıb olmasının və ya qarşınıza çıxan sağlamlıq problemlərinin heç bir önəmi yoxdur. Əgər bir məqsədiniz varsa və onun üçün hər gün tər tökməyə hazırsınızsa, dünya sizin qarşınızda diz çökəcək. Bəs sizcə o, futbol tarixinin ən yaxşısıdırmı? Yoxsa bu taxt Messiyə məxsusdur? Fikirlərinizi şərhlərdə mütləq bildirin. Bu cür motivasiya dolu videoların davamı üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.